Herkese salam dostlar. Bugün sizinle birlikte Clash Royale oynuyoruz. Bugün Kraliyet Devi dəstəsi ilə oynayıram və gördüyünüz kimi sezon yenilənib. Keçən sezon 9-cu liqdə bitirdim. Əslində mənim main dəstəm mezarlıqdır. Yəni bu dəstəni oynayıram. Gördüyünüz kimi bir çox kartda elitdir. Yəni 9000 kupanı da bu dəstə ilə etmişəm. Yəni bu dəstə ilə 9000 kupaya çatmışam. Amma gördüm ki 9-cu liqə çatmama baxmayaraq bu dəstə ilə uje getmir. Yəni çox antilər gəlir. Həm də meta dəstəsi deyil. Bunu çox sevdiyim YouTuber olan Siyok'dan götürmüşdüm. Nəysə, bu dəstədə bildiyiniz kimi məşhur Kraliyet Devi dəstəsidir. Sezona artıq bu dəstə ilə başlamaq istəyirəm. Çox uzatmadan keçək videoya, oyuna. İş rəqibimizi tapdıq. Bu dəstədə çox müdafiə etməyə ehtiyac yoxdur. Bu dəstənin əsas məntiqi, yəni minimum müdafiəni edib əsasən arxadan, yəni ən məsləhətlisi arxadan Kraliyet Devi döndürməkdir. Çünki qabaqdan atanda dəstəkləmək olmur və tez ölür. Burada bir tomruq ataq. Balıqçı ilə şövalyeni çəkək. Və ilk oyundan atdı antini. Sağ ol Clash Royale. Nəysə, əlimizdən gələn edək. Burada avcını ataq və büyücüdən çox hasar almamaya çalışaq. Balon da heç vurmadı, amma ölüm hasarı vurdu. Neysə, biz ondan qabaqdayıq. Yəni dediyim kimi mezarlıq dəstəsindən ana kulen açaq. Mezarlıq dəstəsindən artıq getmir, yəni maksimum 9-cu liqəyə də gedə bildim. İndi bu dəstənin maksi bu dəstə ilə oynamaq istəyirəm. İnşallah bu sezon fikrim nihai olmaqdır. Adam hər halda yenə fəlakət qüləsi atastı. Keşişlə basıb, özəlliyinə basacam. Burada ildırım atmaq olar əslində. Evrimli avcını balona saxlamaq istəyirəm. Çünki göyə vuran elə çox kartımız yoxdur. Çox kart gəldi deyə evrimli avcını məcbur işlətdim. Burada ildırım çat. Gözəl. Evrimli avcı möhtəşəm iş görür. Böyük ehtimal apardı oyunu. Neyse. Bu oyunu utduq. Keçək növbəti oyuna. Yəni sezonun əvvəlləri ilə çətin rəqiblər gəlmir. Ona görə anti olsa da udmaq çox asan oldu. Yaşayın destansı. Neyse. Növbəti oyuna keçək. Özəllik basaq buradan. Buna kuleni açaq. Aslında avcını tez-tez atmaq istəyirəm ki, evrimlisi dönsün. Çünki bayaqki oyunda da gördüyünüz kimi evrimlisi çox süper iş görür.
Arkadan yine atak kraliyet devini. Yıldırım atmasak da olar. Özellik basak. Güzel. Balıkçı ile şövalyeni çekək. Bu da güzel. O kulerini böyle ihtimal itirdi, o getdi. Şimdi növbət tərəfdən dəstəni döndürüb fəaliyyətdə bataq. Ya da ki 3 taca da getmək olur. Adam deyəsən oyunu bıraktı. Bu arada videonu beğenseniz like edip abone olmayı unutmayın. 3 tacımızı çəkdik. Son oyuna keçək. Tomları alayaq. Burada yıldırım atmalılar. Balıkçı. Balıkçı eşek görmedim balıkçı. Neyse. Yaxşı başlamadıq. Böyük ihtimal prenses ay deyəsən tuttura bilmədi. Böyük ihtimal onu tək bıraxmaz. Arkadan az göndərim. Bıraxdı. Kraliyet devini göndərək. Bomba kulübesi var imiş. Keşin özelliğinden qaytarmaq olar. Attığı bombalar. Basaq. Geçək. Slasher'ı da qaytarasdı. Yaxşı oldu. Cəhənnəm əjdərini 0 yazdım. Biraz hasar çıxarda bildik. Ama balıqçı ataq. Yani Evrenli Avcı'nı istemezdim bu vəziyyətdə işlədim, amma hasar çox almışdıq deyə məcbur işlətməliydim. Qabağını keşiş basaq. Sonra keşişin özelliğini basarıq. Yıldırım. Avcı atmalılar. Adam elinden gelen körpüden basır. Kraliyetlerini buradan atmış, slasher vurmasın. Kavana yine keşiş. Yani burada arkadan çıkmamalıydı. Özelliği artı tomruk. Sıfırlamak için elektroru. Balıkçı ile muhafiri çəkək. Saf attım. Gəz qabıqdan atsamaq şurada nəsə. Bu video bu qədər. Özünüzə yaxşı baxın, sağ olun.